kimin gizlini aşkarı ilə eyni deyil. Fəhvə münafiq. Diyor münafiq, hədisdir. Amma da bu o demək deyil. Mən, məsələn, bir adam deyir ki, mən evdə onsuz da kobudam, qoy elə bayra da kobud olum. Bu göz düzəldi. Maşallah. Hə, başda bayra da kobudluq eləməyə. Nə qəşəngsən, güclü insan çıxdın. Bu hünər imiş. Bu bir nəticə aldıq. Deməli, nifaq mövzusunu bir fərdlə əlaqələndirmək olar, psixoloji hal kimi baxmaq olar, bu dediyim kimi, əxlaqda nifaq. Bu həll olmalıdır. İnsan bu yöndə çalışmalıdır, islahat aparmalıdır. Yəni, zahirlə, batinlə eyni deyil. Özünü bir cür göstərir, amma daxilən göstərdiyi kimi deyil. Bu əxlaqi nifaq. Pis haldır, pis haldır. Amma bundan da xətərli əqidədə nifaqdır. Əxlaqi nifaq, məsələn, özü düz danışan kimi təqdim edir, amma hərdən yalan danışır. Etiqadda nifaq budur ki, bunun yalanın arasında böyük bir dənə fitnə yatıb. Aləm vuracaq bir-birinə. Yalanları ilə bir dənə fitnə qoparacaq. İlahi, insani dəyərlərin əleyhinə. Əxlaqi nifaqdan daha təhlükəli əqidədə nifaqdır, etiqadda nifaqdır. Allah bundan uzaq eləsin. Əqidədə olan nifaq nədir? Cavab, bax, qulaq asın. Əqidədə olan nifaqın mənası. Məsələn, əqidəsiz insandır. Özünü əqidəli göstərib, əqidə ilə mübarizə aparır. Dini sevmir. Amma dini sima alıb, dini dəyərlərlə mübarizə aparır. Quran bunun üçün müqəddəs deyil. Quranın bunun üçün qədasəti yoxdur, müqəddəsliyi yoxdur. Amma Qurandan ona görə sitat gətirir ki, Quranla mübarizə aparsın. Quranı nizəyə taxıb ki, əli ilə vuruşsun. Getdimir be, tarixə, o yana, bu yana. Quranın zahirin götürür, möhtəvası ilə vuruşur. İstədiyi kimi ayəni izah edir. İstədiyi kimi. Amma ayələr gətirir. Və ayələri yığır bir yerə, istədiyi kimi də danışır Allahın adından. Bu insan Allaha iman gətirməyib. Allaha deyir ki, sən mənə iman gətir. Mən belə düşünürəm, sən belə deyil. Bu cür nifaq əhli böyük bir dənə zərbə vurublar. Həmişə İslama bəsirətli insanlardır. Həmişə qabağına durublar belə insanlar. Əmirül-Möminin Nəhcül Bəlağədə bir xütbəsi var. 194-cü xütbə. Əmirül-Möminin Əleyhisselam 194-cü xütbədə nifaq əhlini bizə təhlil edir. Adamın sanki gözündə canlandırır. Bir dənə bax onun, görün necə danışır. Qurban olum, Əmirül-Möminin o Nəhcül Bəlağəsinədir. Görün necə nifaq əhlini tanıtdırır bizə. Buyurur, Usikum ibadəllah bi təqvəllah və uxazzirukum əhlən nifaq. Ey Allahın bəndələri, sizə tövsiyə edirəm, təqvalı olun. Qorxuvuz olsun. Özünüzü uçuruma aparmayın, bataqlığa aparmayın. Özünüzə yox deməyə bacarın. Keçdim. Uxazzirukum əhlən nifaq. Müğayət olun nifaq əhlindən. Əmirül-Möminin ürək yanğısına dediyi xütbə. Müğayət olun nifaq əhlindən. Niyə Əlican? Fəinnəhum dallun muzillun, əl-muzillun. Onlar həm azıblar, həm azdırırlar insanları. Və zallun vəl-muzillun. Həm özləri büdrəyib, həm insanları büdrədirlər. Baxışları ilə, sözləri ilə, itikləri ilə, danışıqları ilə. Tamamında buyurur, yətələvvənunə əlvanən və yəftənnunə iftinanən. Rəngdən rəngə düşürlər. Müxtəlif qiyafələrə giriblər. Adamın nə qədər rəngi olar? Nə qədər rəngə boyanıb. Sonra yə'midunekum bi kulli imad və yərsudunekum bi kulli mirsad.
Sizi yoldan çıxarmaq üçün hər vasitə yaratırlar. Hər pusqu nöqtəsində özləri üçün pusqu qurublar. Sizi gözləyirlər ki, tələyə salsınlar. Adam var, bir nəfər yıxılmağını gözləyir. Sevinir o səhv eləyəndə. Elə zamanında yaşayırsan ki, gələ o qədər diqqətli olasan ilahi. Dayanıb pusquda sənə gözləyir. Birdən birinci sol ayağa atsan, sağa atmalıydın. Onu baxır. Qulubuhum dəviyyə, sifahuhum nəqiyyə. Qəlbləri xəstədir. Zahirləri biraz görüntülüdür. Zahirən pak insana bəzləyirlər, amma qəlbləri o qədər çirklidir. Yəmşunəl xəfa, yadibbunəd dərra. Gizli-gizli hərəkət edirlər. Xəstəliyi səssizcə yayırlar. Xəstəliyi ilə yayırlar, asta-asta. Heç ruhun necəməsin. Biz 10 ilə fikrini dəyişdi. Özün bir nəfər gəldi, səndən oturdu. 3 ildən sonra o da səni tamamən dəyişib. Amma astası dəyişib deyən, sən özün hiss eləmirsən. Məsələ budur. Adam birdən dəyişiləndə, hiss eləyəndə, astasa dəyişilib bu. Asta-asta dünya əhli olub. Asta-asta din dəyərləri təhqir eləyir. Asta-asta din dəyərləri məsxərəyə salıb. Bunlar asta-asta elədi sənə. Vəsfuhum dəva, qavluhum şifa, fiiluhum da əl-əya. Elə vəsf eləyirlər, danışırlar, elə bir sən sözü dərmandır. Elə bir sən kəlamı şəfadır. Əməlləri isə əksinə, əməlləri isə sağalmaz biz xəstəlikdir. Adamı sağalmaq xəstəliyə tuzdurarlar. Həsədədur rəxa, müəkkidul bəla, muqnitur rəca. İnsanların rahatlığına həsəd aparırlar. Görür, məsələn, o hüzuru var, mənəvi hüzuru. Bunun yoxda içi dağılır. Bu içi zahiri gülür, içi dağılır. Görür, amma o hüzuru var. O hüzurva həsəd aparır. Bunun milyonu var, yaşaya bilmir. Sən daxmada hüzurla yaşayırsan, imanla. Sən o hüzurva da həsəd aparır. Müsibətləri daha ağır göstərir. Ümid bəsləyənləri naümid edir. Yadda saxlayın. Nifaq əhlinin bir dənə xüsusiyyəti var. Səni naümid edir. Cəmiyyəti naümid edir. Hansı üçün yaxşı olmayacaq? Vəziyyət çox pisdir. Vəziyyət bundan da pisdir. Pis adam deyər, amma insan naümid eləməz. Ləhum bi kulli təriqin səri'. Onların hər yolda yıxılıb qalanı var. Yəni, hansı daşın altına baxsan, bunlar çıxır. O qədər adamlar yıxıblar. Hər yolda bir dənə yıxılanı var. Orada bücür, burada bücür, burada bücür. Belə insan olar. Buna insan demək olar. Nifaq əhli eləyir, bu hamısını. Və ilə kulli qəlbin şəfiq. Hər ürəyə yol tapıblar. Bir dənə müəyyən vasitə ilə. Bilirsən, nədən xoşun gəl, oradan danışır. Bilirsən, məsələn, əhl-i beyti çox sevirsən, oradan danışır. Bilir, filan mövzudan acığın gəl, oradan girir. İndi nə qədər bəsirət istəyir bunları tapasan? Yaxşı, qulaq as. Və likulli şəcvin dumu. Bunların axan göz yaşları da var, ha? Ağlaya da bilirlər. Yətəqarazunəs səna və yətəraqabunəl cəza. Tərifi borc verirlər. Mən sənə tərif edim, sən də mənə tərifləyərsən. Tərif ona görə ki, onu tərif eləyəsin. İndi iman əhlidə baxsın, belə xüsusiyyətləri varsa, münafiqdən payı var. Adam özünü tapsın. O xüsusiyyətləri varsa, get-ged insanı əxlaqda nifaq, aparacaq etiqadda nifaqa. Adam tərif xəstəsi olsa, onu tərif eləyə apararlar bataqlığa. Bu bütü tərifdir axı. Bunun bütü kometdir.
Bir də tərif yazsınlar. Bunu təriflə bütpərəst elə. Büt tərif, tərifi büt. Bunu tərif elə, apar bataqlığa. Bunun bütü məsələn like. Biraz azaldı, ürəyi sıxılır. Bunu çox təriflə, bunu apar uçurma. Bu onun üçün ölür. Bağışlayın bu ifadələrə görə. Yətərəqabunəl cəza. Yaxşılığın əvəzini gözləyirlər bir-birlərini. Bir Allahdan gözləyə bir insan bildim. Enliyir, sonra nə oldu? Mən hərdən deyirdim bəzi dostlara, dedim, imkan vermə o sənə yaxşılıq eləsin. Dedim, niyə? Dedim, evin yıxılacaq. O bir dənə yaxşılığı 10 dənə səndən çıxartmasa əl çəkəndi. Onun üçün eləmişdi əvvəldən. İn səəlu əlxafu, in əzəlu kəşəfu, in həkəmu əsrəfu. Bir şey istəyir, israrlıdır. Əl çəkmir. Bir adam müsbət mövzuda, bir əqidəli bir mövzudur. Adam gəlir, möhkəm olsun, ruhdan düşməsin. Yox, bu neysə tutub əl çəkmir. Səni də deyək, qınasa ilə sirlərini açıb tökər. Eyblərini tökər. Münafiqin işi budur, eybləri çıxarsın ortaya. Olmayan yerdə eyb yaradır. İnşallah bunlara toxunacam. Ya səndən bir eyb görər, onu faş eləyər. Ya yoxdur, bir dənə eyb çıxardar. Hökm verəndə də həddin aşar. Qad əddu likulli haqqin batila və likulli qaimin maila və likulli həyyin qatila və likulli babin miftaha və likulli leylin misbaha. Hər haqqın müqabilində bir batil alternativ yaradarlar. Haqqın yanında batil alternativi. Yaxşının yanında bir başqa yaxşı, zahirən yaxşı. Hər düzün qarşısında bir əyri yaradarlar. Hər diri üçün bir qatil yaradarlar. Bunu belə izah verirlər. Yəni, bir diri görsələr, bir nəfərin şəxsiyyətli görsələr, şəxsiyyətin qətl eləyərlər. Şəxsiyyətini öldürmək istəyərlər. Onun hörmətini sındırmaq istəyərlər. Diri qalara, amma şəxsiyyətin qətl eləyərlər. Hər qapı üçün açarları var. Hər gecə üçün çıraqları var. İnsanları məyus eləyərlər. İnsanları məyus eləyərlər. Məyus edib tamaqlarını oyadarlar. Məyus eləyəndən sonra tamaqlarını oyadıb öz bazarlarını apararlar, onları orada xəricləyərlər. Öz mallarını dövriyə baxarlar. Öz mallarını dövriyə baxarlar. Yaqulun fəyüşəbbihun, yasifun fəyuməvvihun. Batil danışarlar, haqqı oxşadarlar. Elə vəsf eləyərlər ki, haqqı oxşayar. Havvənut təriq, əzləul məziq. Dəhşət sözdür bu söz. Pisə gedən yolu, bataqlığa gedən yolu asanlaşdırarlar. Birdən bir nəfər oradan çıxması çətinləşdirərlər. Fikir vermişsiniz, bədənlərdən bataqlıq düşəndən çıxa bilmir. Divala çıxa bilmirəm. İmkan vermirlər çıxsın. Pisliyi elə asanlaşdırır, aparır ki, çıxmaq istəyirsən, elə çətinləşir, qoymur çıxasın. Elə bir bulaşdırıb iblis sənini qana da çıxa da bilmir. Daha çıxa da bilmir. İbn Ziyad bunu elədi ya. Gətirdi, tökdü 30 min adamı ora, hamısının əlini qana buladı ki, sabah deməsinlər ki, biz orada yox idik. Çıxış da çətinləşdi. Son. Fəhum luməti şeytan və humətun neyran. Onlar şeytanın dəstəsidir və cəhənnəmin odunun alovudur. Uləkə hizbuş şeytan, əla innə hizbəş şeytan humul xasirun. Onlar şeytanın qoşunudur və onlarla birgə neynəyəcək? Hələ şeytan necə ziyandadır, o da ziyandadır. Bunlar da ziyandadır. Bu nifaq, əqidədə nifaq əhlinin demək olar ki, xüsusiyyətləri idi. Əmirül-Mömin Nəhcül Bəlağada dedi. Hələ gəlib bunu mən açdım bir damcı sizə. Gedib biraz təfsirinə baxasınız, görün nə sözlər var.